Salam dostlar, qardaşlar. Mən sizinlə belə bir şey paylaşmaq istəyirəm. Bəlkə kiməsə faydası toxunsun deyə paylaşıram. Gördüyünüz kimi benzin nasosdan çıxan benzin şlanqıdır. Gətirib mən bunu radiatorun şlanqına dolamışam. Və buradan təzədən gedir karbüratora. Bunu da elə etməkdə məqsədim odur ki, benzin burada, bu dəmirdir. Dəmir vasitəsilə benzinin temperaturu artır. Yəni qızır benzin. Qızan benzində tez alışır, yanma tez baş verir. Bu da maşının sürətində özünü göstərir. Eyni zamanda benzinə də yəni ekonom olur. Ən azından bir 100 kilometr, 50-100 kilometr arası yəni ekonom olur. Kim istəsə sınaya bilər.